Altıncı komanda işidir burada. Bildiyimiz kimi 2, maksimum 3 adam orada işləyə bilər. Çünki həm də yerdə çox darız qaldı. Burada işləyən adamlar gülərüz, daima qonaqlarla interaktiv, qaynayan bir komanda üzvləri olmalıdır. Və vacib məsələ təlimli komanda olsun. Təlimli komanda isə bizə müraciət edə bilərsiniz, biz sizə gəlib təlim keçə bilərik. 7-ci marketinq və brendinq. Qeyd elədiyim kimi, arabanın üstündə, mobil cihazın, arabanın qoşqunun üstündə belə reklam daima verilməlidir. TikTok, Instagram, YouTube-da belə canlı yayımlar açmalıdır. Şef özünün eksklüziv signature yeməklərini, sandviçlərini, takoslarını, burgerlərini, digər yeməkləri, tanınmış yeməklərini gecə-gündüz orada reklam eləməlidir ki, gələn qonaqlar bilsin ki, burada belə bir yer var və onun üçün də gəlsinlər. 8. Təhlükəsizlik və təmizlik. Bildiyimiz qədər bu mobil arabanın içində mətbəx var deyə, mətbəx daima təmiz olmalıdır. Daima təhlükəsizlik baxımından onun bütün işıq, avadanlıqlar gecə-gündüz yoxlanılmalıdır ki, əgər siz fəaliyyətə başlayırsınızsa, heç bir texniki və təhlükəsizlik baxımından probleminizlə yaşamayasınız. Bu vacib amillərdən biridir. 9. İş saatları və tədbirlər. Bildiyimiz kimi, əgər siz bu bizneslə məşğul olursunuzsa, siz daima icra hakimiyyəti ilə və yaxud bələdiyyə ilə gecə-gündüz təmasda olmalısınız ki, hər hansı bir festival, yarmarkalar, tədbirlər, dövlət və parklarda, digər bir yerlərdə, konsert zallarının ətrafında olsa, bunun yanında olmalısınız, xəbəriniz öncədən olmalısınız ki, siz ora həmən bu qoşqunu, mobil restoranımızı ora aparıb fəaliyyət göstərə bilərsiniz. 10. Maliyyə və planlaşdırma. Qeyd elədiyim kimi, bütün waste managementlər, bütün xərcləri öncədən bilmək lazımdır ki, siz əgər bu yola çıxırsınızsa, sizə düzgün olsun. Və planlaşdırma, yəni operation sistemi qeyd elədiyim kimi, əgər yay ayıdırsa belə, buz ehtiyatınız mütləq halda əlinizdə olmalıdır. Nəinki buz və digər yemək mizanplastları da hazırlayıb, bağlayıb işə başlamalısınız. Sizə uğurlu projelər arzulayıram. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim Instagram, YouTube və TikTok kanalımıza abunə olmağınızı davam edəsiniz.